Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Seyyidina ve nebiyyina ve mevlana Ebul Kasimi Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve alihi teyyibinat tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. A'udhu billah samil alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Keçən dərsdə biz bir neçə dərsdə Allahın elmi, alim olması, başqa sözlə desək, Allahın alim sifətini üç əqli dəlillə sübuta yetirdik. Ehkam dəlili, təcərrüd dəlili və istinad dəlili. Bəli, elə bu üçüncü dəlilə istinad dəlili deyirlər. Mən dəqiq baxdım, elə istinad dəlili kimi gedir. Və dedik ki, bu dəlillərin içərisində ən qəvi, yəni qüvvətli və ən qəti olan dəlil istinad dəlilidir. Bu dəlil vasitəsilə daha insan qətiyyətə çatır, yəqinə çatır ki, bəli, həqiqətən Allah alimdir. Bunlar hamısı əqli dəlillər idi. Təbii ki, bizim nəqli dəlillərlə işimiz yoxdur, çünki bizim bəhsimiz fəlsəfi, əqli müstəvidədir deyə biz ancaq indiyənə qədər məsələləri əqli müstəvidə araşdırırıq. Keçən dəfələrdə qismən olsa da bir irad var idi, o iradı gətirmişdik. O iradda qədim filosofların iradı idi ki, Allah elm sifətinə sahib deyil. Çünki Allahın elm sifətinə sahib olması, Allahın alim olması onun nöqsan olmasına dəlalət edir. Çünki belə izah etdilər ki, elm alimlə məlum. Məsələn, mən burada aliməm, kitab barəsində bilgim var, o kitab məlumdur və kitabın o surəti ki, mənim zehnimdə əks olunur, o olur elm. Mən bir şeyi görürəm, sonra məsələn gözümü bağlayanda o gördüyüm şeyin surəti mənim zehnimdə qalır, əks olunur. Bax, elmin tərifini belə verirdilər və buna əsasən deyirlər ki, Allahda elmin olması nöqsandır. Çünki məlumatlar dəyişkəndir. Ola bilər ki, sənin o məlumat barəsində bilgin dəyişsin. Əgər mənim gördüyüm bu kitab qırmızı kitab idisə, sonradan qara kitab oldusa, məlumat dəyişir. Həmin kitab barəsində mənim zehni surətim də dəyişir. Zehnimdə olan surət də dəyişir. Və yaxud da mənim filankəs barəsində yaşayışı, həyatı barəsində elmim var idi. Bir yaşayış haqqında, həyat haqqında məndə bir surət hasil olur. Amma öldükdən sonra həmin o məlum dəyişir. Artıq ölüm barəsində zehnimdə bir surət hasil olur. Və bu da məndə dəyişkənlik deməkdir. Bunu Allah da təsəvvür etmək isə elm birbaşa Allahın zatı ilə bağlıdır. Alim, elm, yəni Allahın zatıdır. Allahın zatından ayrı hesab etmirik. Əgər Allahın zatından ayrı hesab etmiriksə, hansısa bir məlumatın dəyişməsi Allahda da zatının dəyişməsinə səbəb olur. Çünki məlum dəyişdisə, o surəti, onun surəti də dəyişir. Surəti dəyişirsə, Allahda zatında dəyişkənlik baş verir. Və bu da Allahın nöqsan gətirir. Çünki Allah sabit bir varlıqdır, dəyişikliyə uğrayan bir varlıq deyil, dəyişkənlik nöqsanlı varlığın xüsusiyyətidir. Amma Allah o cür deyil. Ona görə də bu filosoflar, keçmiş qədim filosoflar nə ediblər? Məsələni kökündən həll etmək istəyiblər. Və yaxud da başqa sözlə desək, məsələni kökündən vurublar və deyiblər ki, Allahın elmi yoxdur, onda Allah alim deyil. Güya həll etmək istəyiblər məsələni. Amma
bu cür formatda məsələni həll etmək heç də doğru deyil. Çünki inanclı bir kəsi daha tədricin, daha tədricin bir vəziyyətə salmaqdır, daha narahat edici bir vəziyyətə salmaqdır. Allahın alim olmaması bilirsiniz nə deməkdir? Yəni Allah cahildir. Allah cahildir, inanclı bir şəxs daha narahat olur ki, bu necə yəni Allahın elmini inkar etdin, oldu cahil. Onu qəbul etmək rahat deyil. Güya bunlar istəyiblər ki, Allahda olan nöqsanı uzaqlaşdırsınlar. Amma məsələni daha da betər ediblər. Daha da pis vəziyyətə gətirib çıxardılar. Yəni Allaha birbaşa cahil. Birbaşa deyəndə yəni o sözlərini, o nəzəriyyələri bunu göstərir ki, Allaha cahil deyirlər. Yəni mənası budur ki, cahil. Zahirdə deməsələr, amma mənası budur ki, cahildir. Hər halda bunların birinci etirazıdır ki, bunlar məsələn deyə bilərlər ki, yaxşı onda məsələni sən həll elə. Bu Allah üçün nöqsandır, onda alimliyini deyil. Deyək ki, Allah alimdir, amma o alimlik ona nöqsan gətirməsin. Bizim bu etirazımızdır. Bizim bu tənqidimizdir ki, Allaha alimliyi nisbət vermək buna səbəb olur. Sən həll elə, mən həll edə bilmirəmsə, sən həll elə. Bu birinci etiraz irad idi. Başqa bir etiraz da gəlir. Məşhur dediyimiz qayda ki var idi ki, sudur nəzəriyyəsini dedik. Əl-vahidu la yasduru anhu illəl-vahid. Birdən yalnız bir sadir olar. Allah bəsit bir varlıqdır və bəsit bir varlıqdan çoxluğun sadir olması mümkün deyil. Müzərrəd bəsit bir varlıqdır. Birdən yalnız bəsit bir varlıq sadir ola bilər. Çoxluq ola bilməz. Çoxluq Allaha mürəkkəbləndirməkdir. Bir mənada belə desə, mürəkkəblənir. Allah burada mürəkkəblənir, tərkiblənir. Bu sudur nəzəriyyəsini qəbul edənlər, bu filosoflar deyiblər ki, bunlar biraz mülayim yanaşıblar qədim filosoflara nisbətdə. Onlar deyirlər, xeyr, Allah alimdir. Biz keçmiş qədim filosoflar kimi demirik, kökündən vurmuruq məsələni. Biz deyirik ki, Allah alimdir. Ancaq Allahın alimliyi öz zatınadır. Allah özünü bilir. Özündən kənarı heç bir şeyi bilmir. Çünki özündən kənar şeyləri bilmək çoxluğu bilmək deməkdir. Çoxluğu təşkil eləyir. Allahın çoxluğa olan elm. Allahın zatı isə bəsitdir, bəsit bir varlıqdır. Ondan yalnız bəsit bir varlıq meydana gələ bilər və çoxluğu bildiyi halda o çoxluq ona birləşmiş olur. Çoxluq ona birləşəcək. Çoxluq ona bir məsələn də bunu qeyd edim, bu yadımdan çıxdı bunu qeyd etmək və sudur nəzəriyyəsini qəbul edənlər adətən onların yəni dediklərindən bu çıxır ki, Allah heç bir şeyin faili deyil və bir şey Allaha bitişmir. Allah bir şeyin faili deyil, bir şeyin yəni birbaşa işi görən deyil. Allah elə bir varlıqdır, mucibun bir zatdır. Onun zatı, varlığı gərəklidir. Daha burada Allah bir iş görmək, bir şeye faal olmağa, yəni ona ehtiyac olmur. Zəruri olaraq Allahın o zatının gərəyindən varlıqlar meydana gəlir və təbii ki, o varlıqların meydana gəlməsi də silsiləvi olmalıdır. Allahdan bir sadir olmalıdır. Allahdan iki varlıq sadir ola bilməz. Çoxalma növbəti mərhələlərdə olur. Və bu nəzəriyyəni qəbul ediblər deyə gəlib deyirlər ki, Allah özündən kənar mövcudları bilməsi, onlar barəsində elmi olması mümkün deyil. Ona görə mümkün deyil ki, elm məlumlarla bərabərdir, alimdə hasil olan surətdir. Allah özündən başqasını bilsəydi, bu bilgilər ki var, bu məlumlar ki var, onların surətləri Allahın zatında hasil olacaq. O da Allahda çoxluğu gərəkdirir.
Yəni Allah məlumlar barəsində elmi var və məsələn tutaq kitab barəsində elmi var, insan barəsində elmi var, heyvan barəsində çoxluğu gərəkli edir. Çoxluğu gərəkli edirsə və əlbəttə ki burada bu bilgilərin surətləri, bu əşyaların surətləri onun zatında hasıl olur. Zatında hasıl olur. Zatında hasıl olursa deməli nə olur? Onun zatı çoxluğu gərəkli eləyir. Halbuki biz deyirik ki, Allah bəsitdir, birdən yalnız bir sadir olar. Ona görə də Allah yalnız özün bilir. Özü təkdir, birdir deyə Allah ancaq biri bilər. Belə bir yanaşma qoyurlar. Mümkün deyil çoxluğu bilsin. Ancaq bəli, özün bilə bilər. Özü çünki bəsitdir, birdir və onda çoxluğu gərəkli etmir. Amma çoxluğu bilsə, o çoxluğun surətləri onda hasıl olur. Zatında onun hasıl olur. Zatında hasıl olursa onun zatı çoxluğu gərəklidir. Və bu da Allahın o sudur nəzəriyyəsində ki, deyilir, bu sudur nəzəriyyəsini qəbul edənlər ki, deyilir Allahdan yalnız bir meydana gələr, birdən yalnız bir meydana gələr, o qaydaya zid olur. Ona görə bunlar bu nəticəyə gəlib çatırlar ki, bəli, Allah bilir, biz keçmiş filosoflar kimi demirik, kökündən vurmuruq məsələni. Allah bilir, elm sahibidir, amma özünə. Çoxluğa elm sahibi ola bilməz, çünki onun, dediyim kimi, o birdən bir hasıl olması məsələsi onda sual altına gedəcək. Bu filosoflar da belə bir fikrə gəliblər. Deməli, biri kəskin bir irad etdi, qədim filosoflar tamamilə Allahın elmi inkar edir. Amma bu birisilər xeyr, tamamilə yox. Deyirlər ki, kənar bir şeyləri bilmir, özünü bilir. Yenə də burada əlbəttə ki, qaranlıq məsələ qalır. Necə yəni Allah bilmir, Allah... Baxın, diqqətli olun, indi biz Nəsrəddin Tusinin fikrini gətirəcəyik. Əlbəttə ki, Nəsrəddin Tusinin fikrini gətirəndə bu birislərinə baxanda görürsən ki, Nəsrəddin Tusinin fikri daha məntiqə, daha gözəldir. Demirəm tam gözəl, Nəsrəddin Tusidən də gözəl fikir deyənlər olub. Amma bu filosofların gətirdiyi Allah barəsində elmi, biri sudur nəzəriyyəsindən gətirir. Bunlar qane edici deyil. Qane edici deyil. Nəsrəddin Tusi nə deyir? Tusinin nəzəri budur ki, əvvəla Allahın çoxluğu bilməsi və o çoxluğun surətlərin Allahın zatında hasıl olması mənasında deyil. Bu mənada deyil. Ümumiyyətlə Allah hər hansı bir şeyi bilməsi onun surətinin onda əks olunması demək deyil ki. Ümumiyyətlə Allah bir şeyin surətini bilmir, o şeyin özün bilir. Birbaşa özün bilir, surəti yox. Yəni o şeyi görür Allah. Bilmək yəni burada görmək. Bu çoxluluqlar Allahın nəticələridir. Və bu nəticələr Allaha bağlanır. Allahla irtibatı var. Bu çoxluqların Allaha irtibatı, Allahla bağlılığı, Allahın burada onlara elmi olması, yəni o çoxluqların Allahda o şeylərin özünün, nəinki surətlərinin, özünün Allahın yanında hazır olmasıdır. Hüzur, Allahın yanında hazır olmasıdır. Nəinki olan surətləri. Allahın yanındadır onlar. Və orada surət, zehni surət kimi bir şeyə gərək yoxdur. Məsələn, indi bir özümüzdən misal deyim ki, tam aydın olsun. Məsələn, maşın, ev, stəkan, kitab, şəkil, stul, nə bilim, təyyarə, müxtəlif şeylər, yemək, nə bilim, su, nə deyirsiniz deyin. Bu gördüyümüz şeylər, biri var ki, mənim onlar barəsində zehnimdə təsəvvürüm var. Zehnimdə onları təsəvvür edirəm. Yanımda deyirlər bunlar, zehni təsəvvürüm var onlar barəsində.
Bir də var ki, onlar barəsində zehni təsəvvürüm yox. Onlar hamısı mənim yanımdadır. Mən görürəm. Və burada bilmək, yəni görmək. Məndən ayrı deyirlər, məndən uzaqda deyirlər. Hamısı mənim yanımdadır, mən onları görürəm. Nəsrəddin Tusi deyir ki, Allah Taala'da olan elm fərqli surətləri gərəkdirməz. Elm Allah Taala'da müzərrəd varlıqda husuldur. Yəni husul nə? Allahın nəticələridir. Müzərrəd varlığın nəticələridir. Əşyanın tamamı Allah tərəfindən hasil olmuşdur, nəticə olunmuşdur. Allahdan da o çoxluqlar Allahın nəticələri hesab olunur. Allah Taala özünə aid olan əsəri, ki Allahın əsərləri var, əsəri olan əşyayı, məsələn, əşyanı bilir. Onları bilir. Və onlar bilmək üçün onların surətinin bilməsinə gərək yoxdur. O əşyanın bilgisi, əşyanın özü yox ha, əşyanın özü deyəndə bu səhv məna çıxar. Əşyanın bilgisi Allahın zatında mövcuddur. Və onun zatında mövcud olması onun zatının dəyişkənliyə və yaxud da çoxluğa gətirib çıxarmır. Onun yanındadır. O əşyaların bilgisi Allahın yanındadır. Sanki belə bir ifadə var da, əgər onu tapsam deyəcəm. Tapsam deyərəm onu. Yəni bilir. Allah o görür daha doğrusu. Onu görür. Və bu cəhətdən birinci bunu qeyd edək ki, çoxluq Allahın və o çoxluğu bilmək Allahın zatında dəyişkənliyə, Allahın zatında çoxluğa səbəb olmur. Çünki bunlar Allahın nəticələridir. Allah onları nəticə olaraq var edib. Və o sudur nəzəriyyəsindəki vahid qaydası var, birdən yalnız bir sadır olar. Nəsrəddin Tusi bunu qəbul etmir. Ümumiyyətlə, kim deyir ki, axı birdən bəsit bir varlıqdan bir sadır olar? Bir olması, çoxluq olsa o mürəkkəblənəcək. Belə bir şey yoxdur. Belə bir şey yoxdur. Onun zatı mürəkkəblənmir ki, sadəcə olaraq o çoxluq yaradır. Bilirsiniz də, ümumiyyətlə onu qeyd edim ki, o sudur nəzəriyyəsində vahid qaydasını, birdən yalnız bir sadır olar qaydasını bəziləri qəbul etmir. Ümumiyyətlə qəbul etmirlər ki, bu absurd bir şeydir, birdən yalnız bir sadır olar. Xeyr, Allah çoxlu şey yarada bilir. Özü birbaşa çoxlu şeylər yarada bilir. Və onun, belə deyim, zatında hər hansı bir tərkiblənmə olmur. Onlar hamısı onun nəticələridir. Hamısı nəticələri hesab olunur. Yəni, ola bilər, məsələn, bir kəsdən müxtəlif işlər baş versin. Müxtəlif işlərin baş verməsi onun tərkiblənməsi demək deyil ki, onun zatının bölünməsi demək deyil ki, bir şəxs misal üçün deyirəm də, təbii ki, indi bu misaldır. Bir şəxs həm həkim ola bilər, həm fizik ola bilər, həm idmançı ola bilər, amma o tərkiblənmir, onun zatında bir tərkib yoxdur. O birdir. Yəni, bunu oxşatma kimi də olsa Allah birdir, bəli, birdir və onda çoxluq onun nəticələridir, onda nə tərkiblənmə baş verir. Və o nəticələrin surətləri Allahın zehnində yox, o nəticələrin özü Allahın yanındadır. Və o nəticələrin dəyişməsi ilə Allahın zatına dəyişkənlik baş vermir. Çünki sizin iradınız bu idi ki, surət dəyişəndə Allahın zatında dəyişkənlik baş verir. Bəli, surət olsaydı, özü yox, əşyanın özü yox, surəti Allahda olsaydı, o əşya dəyişsəydi, başqa bir surəti gərəkdirirdi ki, Allahda da o surət dəyişir, Allah da dəyişkənliyə uğrayır. Amma o əşyanın surəti yox, əşyanın özü Allahın yanında hazır olur. Bir mənada belə deyim, məsələn, tam aydın olsun deyim, bunu deyim. Məsələn, dirilik və ölüm.
diri idi, öldü. Və yaxud da qırmızı kitab və o kitab gəldi, sonra qara kitab oldu. O qırmızı kitabın surəti, qara kitabın surəti yox, o kitabın özü Allahın yanındadır. O kitab barəsində olan bilginin özü Allahın zatında mövcuddur. İndi o istəyir qara olsun, istəyir ağ olsun. Surəti deyil. Bir ifadə də var burada. Deməli, əşyanın tamamı onun tərəfindən, yəni Allah tərəfindən hasil edilmişdir. İstəyir o əşya qırmızı rəngi olsun, sonra gəlsin qara rəngi olsun. Məsələn, kitabdır, qırmızı rəngi olsun, qara rəngi olsun. Onun surəti Allahda deyil ki, surətdə dəyişkənlik baş versin. Allahda deyil. O şeyin özü Allahdadır. O şeyin özü barəsində Allahın bilgisi var. İndi bir dəfə məsələn tutaq ki, indi gəldi məsələn bunun qırmızı rəngi olması, qara rəngi olması və yaxud da biri məsələn diri idi, sonra öldü. Burada surətlər dəyişmir. Allahda surətlər dəyişkənlik olmur. Çünki onun surəti yox, ölüm və dirilik onun barəsində olan bilginin özü Allahdadır. Allahın nəticəsidir. Allahın, belə deyək, onun bilgisi, ölüm və diriliyin bilgisi Allahın zatında mövcuddur. Olan hamısı Allahın zatında hüzurdur, hüzur. Yəni hazırdır. İstəyir filan kəs ölümü olsun, diriliyi olsun, ölüm və dirilik barəsində olan bilgi onların surəti yox, onların sırf özünədir. Bilginin özünədir, surətinə yox. Kitab istəyir ağ olsun, istəyir qırmızı olsun, bu ağlıq və qırmızılıq kitabın o özü, indi həm qırmızı və tamamı da, məsələn, tamamı deyəndə kitab burada tamamı qırmızı da, o bir dəfə qırmızı oldu, bir dəfə qara oldu, bunun tamamı, yəni tamamı budur ki, qırmızı və qara. Bu qırmızı və qaralıq olan kitabın özü Allahdadır. Özü belə deyək, Allahın zatında mövcuddur. Allahın zatında mövcuddur. Və bu mövcudiyyətin, kitab barəsində olan bilginin özü Allahın zatında mövcuddur və bu mövcudiyyətin onun zatında hər hansı bir şəkildə çoxluğu meydana gətirmir. Çünki bunlar Allahın nəticələridir. Sudur qaydasını inkar etsə, çünki Nəsrəddin Tusi sudur qaydasını qəbul etmir. Əvvəla, indi xülasə eləyək, əvvəla surətlər deyil bunlar ki, bir dəfə belə olsun, sonra dəyişsin. Bunlar əşyanın tamamı, bunların hamısı qırmızı kitab, ağ kitab, ölüm və dirilik ki, bu misallar dedik. Bunların hamısının barəsində bilgi bunların özlərinədir, surətlərinə yox. Hamısı Allahın yanında hazırdır. Və bir dəfəlik bunları görür Allah. Görür. Nəinki onların surətləri zehnində canlanır. Necə ki, misal deyim. Mən məsələn, bu kitabın həm qarası, həm ağı məsələn mənim yanımdadır. Mən görürəm, bilirəm. Nəinki onun surəti zehnimdə hazır olur, sonra dəyişilir, zehnimdəki surətdə dəyişir. Əşyanın tamamı, bir şeyin tamamı mənim yanımdadır. Qırmızı və qarası. İkinci məsələdə, deməli bu birinci məsələ idi. İkinci məsələ, Allahın zatında çoxluğu gərəkli eləmir. Sudur qaydası ki, deyir, vahiddən yalnız birdən yalnız bir meydana gəlir. Xeyr, onlar nəticələridir. Diqqət edin, bu çox mühümdür. Bu əşyalar barəsində bilgi Allahın nəticələri hesab olunur. Hamısı Allaha bağlıdır. Və Allaha bağlılığı olmağa Allahın zatının mürəkkəblənməsinə, yəni onların çoxluq olmasını Allahın zatının mürəkkəblənməsinə səbəb olmur. Nəsrəddin Tusi Şərhül İşarət kitabında İbn Sinanın İşarət kitabını şərh edərkən, Şərhül İşarət, yəni İşarət kitabının şərhi İbn Sinanın kitabıdır ki, orada bu barədə bir söz deyir, mən tərcümə edib oxuyacağam sizə və bundan da yekunlaşdıracağam. Nəsrəddin Tusi deməli sonda bunu qeyd eləyək ki, deyir ki, əl-əvvəl, yəni Allah, əvvəl Allahdır. Allah burada demək istəyir. Əl-əvvəl zatını zatı ilə dərk edir. Əvvəla, Allah özünü necə dərk edir? Öz zatı ilə.
Mən məsələn öz-özümü necə dərk edirəm? Necə dərk edirəm ki, məsələn mən filan kəsəm, mən yaşayıram, bunu mən öz-özümü necə dərk edirəm? Nəsə kənardan bir şeylə dərk edirəm? Xeyr, özümü özümlə dərk edirəm. Və Allahın zatı kəsrətin, yəni çoxluğun səbəbidir. Bu çoxluğa səbəb olan şey nədir? Allahın zatı. Allah çoxaltdı. Çünki yaradır. Allah onları var etdi və çoxluq meydana gəldi. Allahın zatı kəsrətin illəti olduğu üçün, yəni çoxluğun səbəbi olduğu üçün onda özünü dərk etməsi ilə kəsrəti də öz zatı ilə dərk edir. Yəni özünü başa düşməsi ilə, özünü dərk etməsi ilə bu çoxluğu da dərk edir. Yəni çoxluğa elmi olur öz zatı ilə. Çünki birinci özünü dərk edir, özünü dərk etməklə çoxluq gəlir. Bunu keçmiş lap əvvəldə. Və kəsrəti dərk etməklə nəticələrə sahib olduğunu başa düşür Allah. Allah bilir. Deməli, Allah baxır öz zatına. Öz zatını dərk edir, idrak edir. Öz zatına elmi olur. Və öz zatına elmi olanda bilir ki, bu zatın gərəyi, belə deyim, bu zat səbəb olur ki, bilir ki, bunun zatı səbəb olur ki, çoxluqlar meydana gəlsin, varlıqlar meydana gəlsin və o varlıqları meydana gətirir, var edir və əlbəttə ki, burada çoxluq Allahın nəyə hesab olunur? Nəticələrə hesab olunur. Məsələn, özümüzdən bir misal deyim də, tam belə mürəkkəb olmasın. Mən, məsələn, belə deyim, ustayam, müxtəlif öz ustalığımla müxtəlif şeylər düzəltmişəm. Mən bunların bu çoxluğu, düzəltdiyim şeyləri necə dərk edirəm? İlk olaraq, ən birinci özümü dərk edirəm. Özünü dərk etmədən başqa şey dərk etmək mümkün deyil. Birinci özümü dərk edirəm. Özümü dərk etməklə başa düşürəm ki, mən çoxluğun səbəbiyəm. Yəni mən ustayam və bu çoxluğu müxtəlif stol, divan ki, məsələn düzəltmişəm. Bunları mən düzəltmişəm. Çoxluğun səbəbiyəm. Deməli, giriş belə olur və bu düzəltdiyim divan, stol, bu çoxluqlar mənim nəticələrimdir. Mən bunların səbəbiyəm. Bu çoxluqların da meydana gəlməsi mənə görədir. Mənə söykənərək meydana gəlir. Mən varam deyə meydana gəlir. İndi Allah özünü dərk etməsi ilə çoxluğu dərk edir. O çoxluqlar Allaha görə var. Allaha söykənir. Diqqət edin, deyəzim bunu nəyə gətirir? Nəinki Allah o çoxluğa söykənir. Xeyr, o çoxluqlar, varlıqlar Allaha söykənir. Onların var olması Allahdadır. Allahda qaimdilər. Və bu çoxluğun olması, bu çoxluq ki, Allaha söykənir, Allaha söykənirsə, Allahın varlığında kəsrətə yol açmır bunlar. Yəni, necə bu qəbul olunan məsələdir ki, Allah çoxlu şeylər yaradır, onların səbəbidir və o çoxlu şeylər Allaha söykənir. Allaha söykənməklə məgər Allahın təkliyi aradan gedir. Onun varlığında çoxluq olur. Yəni, necə demək? Çoxluq niyə olsun ki burada? Allah çoxluğun səbəbi də o çoxluqlar da Allaha söykənir. Allaha görə var. Allaha görə var, Allaha söykənirsə, Allaha söykənməklə, Allahla qaim olmaqla, Allahın özündə, varlığında çoxluq yaranır. Bu sudur nəzəriyyəsinə iraddır da. Sudur nəzəriyyəsinə iraddır. Bəsit bir varlıqdır, bəsitdən yalnız bir meydana gələ bilər. Niyə bir meydana gələ bilsin? 2 varlıq yarada bilər, 3 varlıq yarada bilər. Yəni 2-3 varlıq yaratmaqla onun bəsitliyi aradan gedir. Niyə aradan getsin? Və yaxud da onda çoxluluq gətirib çıxardır. Bax, Nəsrəddin Tusi Şərh-ül İşarət kitabında bu şeyləri gətirir, onlara cavab olaraq gətirir ki, xeyr, Allahın zatında heç bir çoxluğa səbəb olmur bunlar və o cümlədən Allahın
məlumlara olan bilgisi zehni surətlər də deyil ki, deyək ki, bunlar dəyişəndə və yaxud da bunlar çoxlu olanda Allahda çoxluluq meydana gəlsin və yaxud da Allahda dəyişkənlik, bir surət dəyişəndə Allahın zatında da dəyişkənlik olsun. Bu Nəsrəddin Tusinin cavabıdır. Əlbəttə nə qədər doğrudur, doğru deyil, bu başqa məsələ. Bunu gələn dəfə lazım olsa araşdıracağıq və başqa alimlərin də fikirlərini qeyd edəcəyik. Bugünkü dərsimiz bura qədər. Elhamdülillahi Rabbil aləmin.